Həftəlik bürcülər, balıq, xərçəng, əqrəb bürcülərini 12 yanvardan 19 yanvara doğru nə gözləyir? Amma bu həftə biraz su ünsürləri, dalğavuz çox olacaq. Zaten il su ilinə doğru aktivləşir. Baxaq. Balıqlardan başlasaq, balıqlar əslində pis həftə deyil, amma bizim qorxularımız bizi aktivləşdirir. Biz nədən qorxuruqsa, nəyə doğru narahat vəziyyətdəysə, bizim qorxularımız bizi ciddi bir şəkildə təsirə salacaq və balansımızı pozacaq. Buna bir ciddi şəkildə fikir verməz. Çünki balıqlar keçmişdən olan işlə, pulla, maddiyyatla bağlı bəzi yarımçılıqlarımız bizim aktivləşməyimizi, bizim özgüvənimizi, bizim yeni bir alana doğru keçməyimizin qabağını ciddi bir şəkildə alacaq. Yəni keçmişdən iş, pul, maddiyyatla əlaqədar nəyi yarımçıq qoyub aktivləşmək istəmirsinizsə, bu həftə biraz çabavızı çoxalın. Birinci etapda nəsə bir maniyə rast gəlirsə, geriyə çəkilmək lazım deyil. Boşluqda qalmaq lazım deyil. Daha çox sürətlənmək, daha da özünüzü aktivləşdirmək lazımdır. Balıq qadınları, balıq bürcünün qadınlarına aiddir. Bir balaca biraz belə deyim, güvənsəl olmağa çalışın. Deyingənliyiniz, güvənsizliyiniz, hər şeyə qarşı narahat vəziyyətdə olmağınız sizin şəxsi həyat olaraq, övladlarınıza, ailəvizə, valideynizə və yoldaşınıza qarşı rəftarda ciddi bir şəkildə problem, ciddi bir şəkildə özgüvənsizlik yarada bilər. Bu sizin probleminizdir. Mühitə saçdığınız negativ enerji nəticəsində insanların sizdən belə deyim də uzaqlaşması, yad kimi yanaşması normadan çox ola bilər. Sağlamlıqla bağlı bu həftə ürək bulanmalar, qusma, qida ilə bağlı zəhərlənmələr, mədə-bağırsaq sistemində narahatçılıqlar normadan çox ola bilər. Çünki yad mayələrin, yad cisimlərin, yad qidaların bizim mədəmizdə balansın pozması ümumi olaraq, bədən olaraq problem yarada bilər. Buna fikir verin və uşaqlarınıza nəzarəti balıqlar, ümumi qadın kişi olaraq bu həftə çox ciddi nəzarət eləməyə çalışın. Çünki uşaqlarınızla bağlı bəzi problemlər özünüzdə kəşf edəcəksiniz. Həm psixoloji olaraq, həm də sevgi, diqqət olaraq aktivləşdirə bilərsiniz. Maddesal qüvvə cəhətdən yenə dedirəm, bəzi yarımçıqlara biraz mübarizə aparmaq lazım. Maniyə var, aşa bilərsən. Maniyə var, öhdəsindən gələ bilərsiniz. Bunu aktivləşdirər, özünüzü pozitiv bir alanda gücləndirə bilərsiniz. Balıqlar 72%-ə qədər həftənizi uğurlu edə bilərsiniz, amma balansımız tam o deyil. Xərçənglərə gələndə isə xərçənglər bu həftə heç o deyilsiniz. Yəni ciddi bir şəkildə bilirsiniz necə. Elə bir ki, sizin enerjinizi alıb soyudublar, sizin enerjinizi zəiflədiblər, siz balaca bir uşaq kimi boşluqda qalmışsınız. Sanki bilirsiniz necə olmuşsunuz? Hər kəsdən küskünləşmiş, hər kəsin yadından çıxmış, hər kəsin unutduğu bir insan formasında zamanın itkisində və zamanın boşluğunda qalacaqsınız və özünüzü elə bir ki, aktiv şəkildə kəşf edə bilməyəcəksiniz. Maddisal şanslar gələcək, stabillik qurmağa çalışacaqsınız. Bu beynimiz var, xərçənglər, sizin beyniniz. Bilirsiniz də, sizi məhvə doğru aparır. Beyniniz sizə o qədər oyun oynayacaq. Öz beyniniz, qıraq beyinlərə ehtiyac yoxdur. Siz özünüzün düşmənisiniz, xərçənglər və əkizlər. Bu hər zaman da belə olub. Beyninizin içərisində qurduğunuz dünya sizi boşluğa, sizi yarımçılığa, sizi negativ bir alanda aktivləşməyə doğru aparacaq. Dövlətlə, rəsmiyyətlə əlaqədar xərçənglər, nə problemlər varsa onları həll edə bilərsiniz. Bütün yarımçılıqların öhdəsindən gələ bilərsiniz. Özünüzdən qain olun. Özünüzdən tamamlanmağa çalışın. Özünüzü kəşf etməyə çalışa bilirsiniz. Bəli, uğurlu bir formada gələcəyinizi xərçənglər aktivləşdirə bilərsiniz. Sağlamlığa gələndə isə mənə heç xoş deyil bu barədə deməyə, amma məcburam deməyə. Çünki mən xoşlayıram hər şeyin düzünü. Məndən zəhlələri geçsin, amma düz məlumat alsınlar. Xoşuma gəlməyən şiş xəstəlikləri, onkoloji xəstəliklər falan kimi bədəndə bəzi şeylərin oyanışı ola bilər. Bunlara fikir verməlisiniz xərçənglər. Ümumi həftənizi 75%-ə qədər uğurlu edə bilərsiniz. Əqrəb bürcülərinə gələndə əqrəb bürcüləri bu həftə çox kəskinsiniz. Əlinizdə qılıncla mübarizəyə, müharibəyə gedirsiniz. Niyə beləsiz? Nə özünüz qane olmursunuz, nə ətrafınızdakı insanlarla tamamlanmırsınız, nə də ki, içinizdəki şübhələri, narahatçılıqları bitirmirsiniz. Bu həftə ən birinci məqamda əqrəblər azad olmalısınız. Ruhunuzu, bədəninizi, özünüzü azad formada aparmalısınız. Çünki bu azadlığı olmadığı şəkildə istəklərinizi, özgüvəninizi, zamanı düzgün formada idarə edə bilməyəcəksiniz. Və hər şeyin yarımçılıqda olmağına başlayacaqsınız. Qadın əqrəb bürcüləri düzdür, daha çox şanslı olacaqsınız. Pul olaraq, təklif olaraq, dəstək olaraq sizə doğru meylənmələri aktivləşdirə bilərsiniz. Amma kişilər daha soyuq olacaqsınız, daha özünüzə qapanıq olacaqsınız. Hər şeyə qarşı güvənsiz, hər şeyə qarşı şübhəcil, hər şeyə qarşı narahat, deyingən, narazı. Ruhunuz sakit olmadığı müddətcə əqrəblər siz sakit olmayacaqsınız. Balıq, xərçəng bürcüləri enerji ilə dünyanı idarə edən insanlarsınız. Sizin özünüzün də bioenerjiləriniz aktiv olan insanlarsınız. Amma özünüzə ziyan verən insanlarsınız. Bunu tarazlaşdırmağı bacarmalısınız. Çünki bizim nəfəs yolumuzdan başlayaraq kürəyimizin arxa hissəsində bu sistemdə, bu iki toxunuşda problemlər var. Nə problemlərdir bilmirəm. Həkimə müraciət etməyinizi məsləhət görürəm. Çünki bu sistemdə qırmızı bir alarm yanır ki, yəni məndə problemlər var, bunları düzəltməlisiniz deyə.
Həftənin sonlarına doğru istədiyinizi eləyin. Getmək istəyirəm, get. İstədiyim insanı görmək istəyirəm, gör. Bu işi görmək istəyirəm, bu alqı-satqı eləmək istəyirəm, eləyin. Çünki istəklərinizə görə həftənin sonlarına doğru əqrəblər dünyanı idarə edə bilərsiniz. Ciddi bir şəkildə özünüzlə danışmağa çalışın və özünüzü motivasiya edin.